Məndə bəzi şeylər elə keçmişdə də qalmışam. Oradan keçə bilməmişəm. Yəni həyatımda nə edirəmsə onu eləyirəm. Keçmişdə o yaşadıqlarımı eləyirəm. Nə var idi ki, o sənin həyatında təkrarlanmasını gördün? Onun elədiyi bir şeydir ki, yəni mən həmişə ondan protivci olmuşam. Yəni demişəm ki, sən bunu eləməməlisən. Amma mən bu gün gördüm ki, metamorfozda başa düşdüm ki, yəni onun elədiklərinin təkrarını eləyirəm mən. Sən bu il transformasiya təliminə gəldin, kimliyə gələnməmişdin, bir də metamorfoza gəldin də. Nə idi gözləntin? Nə gözləyirdin? Yəni sözün açığı metamorfozdan, yəni transformasiya kimi evrim gözləmirdim, amma yəni tərsinə oldu mən deyərdim ki, hətta. Transformasiyada nə var idi ki, metamorfozda onu gözləmirdin, burada oldu? Metamorfozda gözləmədiyim, mən bax transformasiyada da bunu biz keçirdik, elədik. Yəni səhv qarşındakında səhvi axtarmamaqda. Yəni mən çalışırdım şu müəyyən gedən bir yerdən sonra qarşımda səhv axtarmırdım da insanları, yəni necədir o formada qəbul eləməyə çalışırdım. Mən düşünmürdüm ki, metamorfozda onu tamamlayacağam. Amma mən onu metamorfozda tamamladım. Bax, transformasiyanın metamorfozun fərqini desən, nə var idi orada fərq? O dediyin oxşar idi də, yəni axtarmamağı tamamlamaq məsələsi var. Amma fərq nədə idi? Yəni bəzi insan üçün fərqli ola bilər, amma mənim üçün transformasiya məni ayıltdı, hansısa bir yuxudan ayıltdı. Metamorfoz amma yenidən yaratdı.